Salam əziz dostlar. Ramazan ayının orucunun əsas hədəfi Qur'an-ı Kərimdə oruc ayəsində bildirilir. Sonunda deyir ki, Allah Teala buyurur ki, oruc sizə vacib oldu, sizdən öncəkilərə vacib olduğu kimi, لَعَلَّكُمْ تَتَّقُونَ bəlkə təqvalı olasınız. Təqva nədir? Təqva Allahın istədiyi yerdə olmaq, Allahın istəmədiyi yerdə olmamaqdır. Təqva bir xasiyyətdir, bir xüsusiyyətdir, insanda yaranır. O xasiyyət insanı Allahın əmrlərini icra eləməyə vadar edir, Allahın haramlarından çəkinməyə də vadar edir. Buna deyirlər təqva. Qədir gecələri xüsusilə bu təqvanın əldə olunması üçün mühüm gecələrdən biridir. İnsan nəfsinin təzkiyə olunması, təmizlənməsi üçün çox vacib şərtlərdəndir. Hətta Qur'an-ı Kərimdə buyurur ki, İnnəmə yətəqabbəlullahu minəl muttəqin. Allah Habilin dilindən buyurur ki, Allah Teala yalnız təqvalı insanlardan qəbul edir. Nəhcül Bəlağəyə baxanda baxıb görürük ki, Əmirül Möminin əleyhissalamın xütbələrinin hamısı demək olar ki, təqvadan danışır. İnsanları təqvalı olmağa dəvət edir. Deməli, təqva bir vasitədir. Bunun vasitəsilə biz Allahın əmrlərinə, qadağalarına riayət edirik. Belə olan surətdə təqva bizim üçün çox vacib əldə etməyimiz lazım olan şeylərdəndir. Xüsusən bu gecələrdə. Bu gecələrdə yalnız Allahdan təqva diləmək, təqva əldə eləmək və nəfsimizi o yöndə tərbiyə eləməkdir. Və eyni zamanda gecə ki, Qur'an-ı Kərimi biz başımıza qoyuruq, başımıza qaldırırıq. Başımızın üzərində uca tuturuq. Ona görə yox ki, onun içindəkilər bizim başımıza girsin. Onun içindəkilərin başımıza girməsi üçün oxumaq lazımdır. Ondan ötürüdür ki, biz onu uca tuturuq mənasındadır. Bu gecə Qur'an nazil olub, biz də Qur'anı qarşılayırıq, onu uca tuturuq, onu hündürdə tuturuq, başımızın üstündə qərarlaşdırırıq. Bu mənadadır. Və həmin Qur'anın içində olan əsas hədəf ki var ki, bizi həqiqətə çatdırır, bizi Allahın görüşünə çatdırır, o da təqvadır. Qur'an ümumilikdə bizi təqvalı olmağa çağırır. Bir çox ibadətlərin bizim boynumuza qoyulma səbəblərindən biri də təqvalı olmağımızdır. Başqa bir yerdə, məsələn, Bəqərə surəsində buyurur ki, bu kitab təqvalılar üçün hidayət kitabıdır. Gərək biz təqvalı olaq ki, onun vasitəsilə biz hidayət olaq, Allahın əmr və qadağalarına riayət eləyək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.